Sosial şəbəkədə paylaşımlarımızın altında bəzi rəylər olur ki, biz inanmırıq, müalicə yalandır, dəfələrlə müalicə almışam, heç bir xeyri olmuyor, sağalmır, həkimim deyib ki, disk yırtığı, artroz sağalmır. Bəli, sizi qınamıram, siz düz deyirsiniz, siz dəfələrlə müalicə almışsınız və heç bir də nəticə görməmişsiniz. Bilirsiniz niyə? Çünki sizə yazılan dərmanlar ağrı kəsicilər idi. Sizə olunan prosedurlar elektroforez, ultrasəs, bu kimi prosedurlardır. Və yaxud da get bu dərmanı 1 ay iç, bu dərmanı 3 ay iç. Bu problemlər, bu dərmanlar sizin problemi getdikcə artırır, sizi sağalmağa qoymur. Əgər bir həkim ki, xəstənin sağalmağına özü inanmırsa, o heç bir halda o xəstəni sağalda bilməz. Mümkün deyil. Öncə həkim inanmalıdır ki, mən etdiyim prosedur bu xəstəni sağaldır, yoxsa yox. Ondan sonra o həkimin dediyini eləyin və nəticəni görün.